Bu dərsimizdə mən sizə proqramınıza saat əlavə etməyi göstərəcəm. Bu saatda saatı, dəqiqəni və saniyəyə qədər göstərir. Bunun üçün bizə 2 dənə alətlər panelindən düymə lazımdır. Çox sadədir. Sistem bölməsindən birinci timer seçirik, vururuq ekrana və qlavniya bölməsindən label text seçirik. Üçüncü dayanır, onu seçirik. Düzəldirik yerini, biraz böyüdürük. Sonra keçirik burada text bölməsində text 1 adını silirik. Şrift böyüdürük. Biraz 10 edək, biraz böyüdək. Jирni edək, qalın görünsün. İndi keçirik timer 1 düyməsinə. Burada ustanavlen net qarşısına quş qoyuruq. Повторять net qarşısına quş qoyuruq. İntervalı da 1 edirik. Sonra keçirik Sobtiyə, Davavit Sobtiyə, timer düyməsinə vururuq 2 dəfə aşağıda. Açılan pəncərəyə bu kodu əlavə edirik. Bu ola bilər sizdə proqramınızda label ayrı olar. Label yəni onu göstərir ki, burada bizə əlavə etdiyimiz labelin nömrəsidir. Bu label 1. Görürsünüz label 1. O bunu göstərir ki, yəni burada əlavə etdiyim labelin adıdır. Görürsünüz, burada ekranda göstərir label 1. Onun adını göstərir. İndi ekranı balacalaşdıraq. Test edək. Biraz gözləyək. Görürsünüz, saatı göstərir. 21, 35, 56 saniyə. Bu dərsimizdə bu qədər. Çox sadədir.